Raidə xanım, mənim fikirlərimlə razısınız? Kameraya rol oynayanlar var. Dedim də, ola bilər oynasınlar, amma onu hiss eləmək olur, onu görmək olur. Bəzən də görmürlər. Amma çox vaxt görmək olur da. Deyir, bəzən də deyir, kimdə nə yoxdur, ondan danışır. Hə, Vüqar? Yox. Uşaqda fərasətə var ya. O təbii ki, hər bir insan, hər bir sənətçi istər-istəməz efir qarşısında biraz özünə çeki düzən verməlidir, məsuliyyət daşıyır. Təbii ki, biz real həyatda olduğumuz kimi yenə də həmin adamları dəyişmiyor, amma efir biraz başqa cür tələb edir. Real həyatda daha rahatıq. Məsələn, zarafatlarımız ola bilər, baməzə söhbətlərimiz ola bilər. O hər bir peşəyə aiddir. Amma xarakter görünür də, nə qədər olsa da. Amma yenə deyirəm də, indi istərsəm hər bir insan böyük kamera qarşısına çıxanda sən böyük bir məsuliyyət daşıyırsan. Çoxları deyir ki, sənətçilər örnək deyil, amma çox böyük yanlış. Biz örnəyik elə. Biz həm yaxşı örnək ola bilərik, həm pis örnək ola bilərik. Cəmiyyəti düşünən insan, vicdan sahibi oturur düşünür ki, yox, mən elə bir hərəkət edə bilərəm, elə bir efirdə çıxıb tərbiyəsizlik edə bilərəm ki, buna görə bol reyting qazanaram, tamam. Amma o düşünmür ki, sənin bu elədiyinə nə qədər insanlar, milyonlar baxır da. Yəni, biraz heç vicdanın sızıldamadım bunu eləyəndə. Düşünmədim ki, mən bu cəmiyyətə pis örnək olmuşam. Yəni, bunu düşünmək lazımdır. Tamam, real həyatda sənin də qüsurların ola bilər. Hər kəsin qüsurları var, hər kəsin minusları var. Heç birimiz mələk deyilik. Onu deməyə ehtiyac yox. Sadəcə olaraq, əzizim, yaxşımızla, pisimizlə ən azından çıxıb televiziya qarşısında, pərdə arxası o bizim özümüzə, öz əlimizdir, özümüzə məxsusdur. Amma ən azından ekran qarşısında heç kimin haqqı yoxdur ki, 10 milyon tamaşaçısını, 10 milyon və neçə milyon Azərbaycanın heç kimin haqqı yoxdur ki, bayaqlıq, tərbiyəsizlik, əxlaqsızlıq eləsin. Heç kimin haqqı yoxdur. Bir çoxları bu haqqı, mən bizi yenə də həmin o mövzudan danışıram. Çünki içim çox doludur onunla bağlı. Bir vətəndaş olaraq mən bu cəmiyyəti düşünən insanamdır. Üçümdə bir nəsə hiss edirəm ki, olmaz. Həqiqətən depressiyada olmuşsan ha. Çox depressiyada olmuşam, valla. Yəni, ona görə deyirəm ki, bugünkü Vüqar günümüz mənə çox sevinir. diplomatik olaraq suallar yayınır. Yaxşı, neçə faizi nümunədir? Bugün artıq, bugünkü dövlətimizin verdiyi qərarlara görə faiz qalxdı, gözəlləşdi.